Xoş gördük əziz dinləyicilər. Bu günləri Azərbaycan segmentində, istərsə sosial şəbəkələrdə və əsasən TikTokda çox yaxşı müzakirələr gedir. Açığı bu müzakirələr məni də çox maraqlandırır və çox dostlarım tərəfindən də mənim də bu məsələlərə münasibət bildirməyim istənir. Mən də heç vaxt dostlarımı qırmaq istəmirəm. Amma bu müzakirələrə də çox yüksək qiymət verirəm. Bu günlərdə həm dini müzakirələr əsasən də bu Çeviç qardaşımızın apardığı müzakirələr var. Bizim milliyyətçi qardaşlarımızın apardığı müzakirələr var və əsasən də Çeviç qardaşımız bir ateist olaraq fəaliyyət göstərir və dindar kəsimi, dindar insanları çağırır öz verilişinə və nələrisə dini müzakirələri müzakirə edirlər və əlbəttə ki, hər bir tərəf də öz fikirlərində qalır. Sanki bir tərəf dini aşağılamaq və yaxud da ki, dinin doğru olmadığını deməyə çalışır. Digər dindar tərəf isə əlbəttə bu dinin vacib olduğunu, Allah tərəfindən Quranın bu formada gəldiyinin, məhz sizin dediyiniz suala cavab olduğunu öyrətməyə və sübut etməyə çalışır. Dostlar, mən belə məsələlərə heç vaxt münasibət bildirmirəm və heç vaxt belə məsələlərdə müzakirə tərəfi olmuram. Bəzi dostlarımız bunu məndən istəyirlər, amma mən istəmirəm. Niyə istəmədiyimi istəyirəm deyəm. Əvvəla, mən istər Çeviç qardaşımız olsun, ateist olsun, istərsə orada o verilişdə çıxış edən dindar qardaşlarımız olsun, digər milliyyətçi qardaşlarımızın hamısına yüksək qiymət verirəm və bildirirəm ki, heç də gedib kimlərəsə dırnaqarası insanlara baxmaqdansa, bu insanlara baxmaq nəyisə insanlara öyrədə bilər və hansısa bir məsələdə daha uğurlu və daha xeyirli ola bilər deyə düşünürəm. Ümumiyyətlə, müzakirələrin aparılması hər bir cəmiyyət üçün çox vacib bir məsələdir. Amma mən niyə bu məsələlərə fikir vermirəm, istəyirəm bunu deyim. Əvvəla, biz nəyin mübarizəsini aparırıq? Allah Teala Quranda öz Peyğəmbərinə buyurur ki, ya Peyğəmbər, sən yalnız deyənsən, elçisən, sən hidayət verən deyilsən. Və yaxud da hər kəs istəsə bunu edə bilər. Bir müttəqi kəlməsini vurun Quranda, görün nə qədər yerdə müttəqi çıxır. Allah Teala Quranda buyurur ki, biz bu kitabı müttəqilər üçün göndərdik. Biz bütün ən yaxşı şeyləri əlbəttə ki, istər cənnət, cəhənnəm, istərsə də haqqı yerinə qoyan insanlar müttəqilərdir deyə izah edir. Yəni, bu din müttəqilər üçündür. Bu dini qəbul etməyən bir insanla mübahisə etmək nə qədər doğrudur? Və yaxud da indiyənə qədər aparılmış bu mübahisələrdə hansı nəticəyə gəlinib? Çeviç bəy qəbul etdimi, tutaq ki, tutarlı argumenti? Yox. Digər tərəf qəbul etdimi? Yox. Əgər nəticə yoxdursa, əgər mübahisə hər tərəfi öz bildiyində saxlayırsa, onda bunun nəyə xeyri var? İkinci, bu kitab müttəqilər üçündür. Bu kitab oxuyan, bilən, Allahı tanıyan və Allahın istəklərini həyata keçirdən, iman gətirmiş insanlar üçündür. Bu müttəqilər üçündür. Əgər sən bu dini qəbul etmirsənsə, bu kitabı qəbul etmirsənsə, sən bu dinin müttəqisinə çevrilmirsənsə, niyə görə bu kitabla sənlə mübahisə aparaq? Bu nə qədər yerlidir? Və yaxud da bugün müsəlman başqa bir şeydir. Bugün bizim Tengriçi qardaşlarımız var. Tengriçi də müsəlmandır. Çünki müsəlman tək Allahı qəbul edənə deyərlər. Amma müttəqi başqa bir şeydir. Müttəqi birbaşa Quranla sorumlu insandır. Təqvalı insan birbaşa Allahın göndərdiyini qəbul edən insanlardır. Bugün kimlərsə bioloji bir məsələni müzakirə edir, Adəm və Həvvanı müzakirə edir. Bunun üçün bioloq lazımdır, bu artıq elmdir. Kimsə bu elmi istəyirsə gedib onun arxasıca gedə bilər, bunu izah edə bilər. Amma Quran dini bizə biologiyanı öyrətmir, astronomiyanı öyrətmir. Quran fəlsəfənin bir hissəsidir və buyurur ki, biz bunu müttəqilər üçün öyüd nəsihət olaraq göndərdik. Baxın dostlar, Allah Quranda buyurur ki, biz insanı məşəqqətdə yaratdıq. Biz insanı məşəqqətdə yaratdıq. Ona görə bu günləri xoşbəxtlik, bu gün rahatlıq gəzən insanlara əgər fələkin gözü olsaydı, üzü olsaydı, dodaqları olsaydı, şaqqanaq çəkib gülərdi. Gülərdi ki, sən nə özünü tanımısan, nə Allahı tanımısan, nə də onun kitabını tanımısan. Çünki əgər özü və Allahın kitabı tanısaydın, bilərdin ki, insan məşəqqətdə yaranıb. Demək ki, bu məşəqqətin içində Quran sənə doğru yolu öyrədir. Baxın, bu günləri bütün əzab, əziyyət, hüquqsuzluq, sosial vəziyyətin ağırlığı olan ölkələr
ölkələrdə nə qədər işverənlər çoxalır, nə qədər alçaqlar çoxalır, görürsünüz? Çətinliklər içərisində alçaqlıq daha da çox olur. Çətinliklər içərisində. Bax, bütün dünya məşəqqətdir. Bütün dünya məşəqqətdir demək ki, bütün dünya çətinlikdir. Allah çətinliklər içərisində Quranı müttəqilərə öyüd nəsihət göndərdi ki, onsuz da çətindir sənin həyatın. Bu çətinliyin içində ən doğru yol budur. Bu yolla get. Çətinliklər içərisində insanlığı tapmaq çətin olur. Xoşbəxt mühitlərdə, qanunların, sosial vəziyyətin yaxşı olan mühitlərdə heç vaxt yaxşı insanla pis insanı ayırt etmək olmur. Pis mühitdə, qanunsuz mühitdə, ağır bir mühitdə əsl insanlığı tapmaq, əsl insanı tanımaq daha rahat olur. Ona görə Allah Teala buyurur ki, biz zaten sizi məşəqqətdə yaratdıq. Onu məşəqqətin o çətinliyin içində yeganə, ən yaxşı yol budur. Çətindir, amma ən yaxşı yol budur. Biz budur. Bizim Allahın bizə göndərdiyi budur. Biz bunun mübarizəsini və insani olaraq yaşayırıq. Nəyin mübarizəsini edirsiniz? Və bir ikinci, ola bilsin ki, kimlərsə deyər ki, Elxan, sən də dindən danışırsan, və niyə danışırsan? Baxın, mən heç vaxtı ateistlərlə, başqa din sahibləri ilə danışmıram. Mən yalnız və yalnız müşriklərlə danışıram. Bilirsiniz niyə? Çünki həyatı boyu İslam'a ateistlər zərbə vurmayıb. Ateistlər çox yaxşı insanlardır. Allahı tanımayıb, bəlkə sabah tanıdı, biz bilmirik. Heç vaxt İslam'a, Allaha, onun rəsuluna zərbə ateistlər vurmayıb. Ən böyük zərbəni müşriklər vurub. Allah öz dinini də müşriklərə göndərmişdi. Allah öz dinini müşriklərə göndərmişdi. Bu günləri İranı bu vəziyyətə qoyan ateistlər deyil, müşriklərdir. Bugün Türkiyədə yüzlərlə firqə yaradanlar müşriklərdir. Bugün Əfqanistanı bu ağır vəziyyətə salıb zülm eləyən müşriklərdir, ateistlər deyil. Səudiyyə Ərəbistanı bu günə salanlar müşriklərdir, ateistlər deyil. Bu diktaturaları yaradanlar, bu xilafət yaradanlar, ata, oğul, müqəddəs ruh, kreslodan əl çəkməyən müsəlman dövlətlərini ateistlər yaratmayıb, müşriklər yaradıb. Onlar hamısı dindən danışırlar. Baxın, ateist dediyim kimi, ateist pis insan deyil. Allahı tanımır, inşallah tanıyar. Amma müşrik isə Allahla tövbə estağfurullah məzələnəndir. Allahı şərik qoşandır, Allahı ikiliyəndir. Mənim mübarizəm həmişə müşriklərlə olub. Çünki Allah da Peyğəmbərini müşriklərlə müharibəyə göndərmişdi. Çünki müşriklər daha böyük zərbə vururlar İslam'a, dinə. Mənim mübarizəm yalnız bu müşriklərlədir, bu firqəçilərlədir. Və əsl dini onlara göstərməkdir, kitabı göstərirəm ki, çünki onlar iddia edir müsəlmanlığa, la ikrah fid-din, onlar, dində məcburiyyət yoxdur, amma onlar məcbur edir ki, əl-ləzinə amanu, ey iman gətirənlər, yəni iman gətirdiyinə iddia onlar edir, ateistlər eləmir ki, bizim ateistlərlə nə işimiz var? Onlar deyir ki, mən iman gətirmişəm, sən iman gətirmişsənsə, biz ona göstəririk ki, sən müşriksən, bu kitaba iman gətirmişsənsə, bu kitab belə deyil. Biz heç vaxt ateistə o kitabı göstərə bilmərik. Biz heç vaxt başqa din sahibini o kitabdan həqiqiliyini isbat eləməyə çalışmamalıyıq. Heç bunu Allah bizdən əmr də eləmir. Allah bizdən bunu istəmir. Dində məcburiyyət yoxdur. Və bu kitab, dediyim kimi, təqvalılar üçündür. Müttəqilər üçündür bu kitab. Başa düşürsünüzmü? Ona görə də mənim əzlərim, mən bütün müzakirələrə yaxşı baxıram, hər kəsi qiymətləndirirəm, amma bu cür müzakirələr ki, dini ateistlə aparılan bir dindarın mübahisəsini həqiqətən xeyirsiz mübahisə hesab edirəm. İnşallah ki, xeyir də olar içində, xeyirsiz mübahisə hesab edirəm və bildirirəm ki, bu dinə də uyğun deyil. Bu dinə də uyğun deyil. Bizim dinimizi Allahın kontekstindən, Peyğəmbərin kontekstindən, Quranın kontekstindən çıxardanlar ateistlər deyil, müşriklərdir. O müşriklərdir ki, bugün molla adıyla insanları aldadırlar, axund adıyla insanları aldadırlar. Bu günləri, bu cəmiyyəti, bu vəziyyətə mollalar, cahil ruhanilər, ona buna, İrana, Turana, ona buna işləyən mollalar, cübbəli Əhməd hocalar bu vəziyyətə qoydu. Ateistlər qoymadı. Özünüzdən müğayət olun. Allah sizdən razı olsun.